İndi bu çinə tükürdüyüm pomidordur. 150 min kreditim var. Gündə 6 dənə stabil işlədirəm. Hərəsinə 80 lar verirəm. Sən bu gün 3 lar eləyəndə mən çökürəm. Öyümü satmalıyam. Yandırmalıyım. İkinci yol yoxdur. 2 lar 50 qəpiyə satacağım. Türk bir tərəfdən basıb, Azərbaycan bir tərəfdən basıdır. Gəlir deyir, Türkiyə xiyar gəlib, Azərbaycan xiyar pomidor gəlibdir, bu qiymətdir. Gürcü də alımır. Əsasən ona etiraz edirik, qardaş. Balaca bir dövlətik. Bizim öz kənd təsərrüfatımız qalıb, qapıda bir saat bizim kənddə pomidor çıxıb, xiyar çıxıb, qalıb ortalıqda mallarımızı sata bilmirik. Burada balaca dövlətdir, gəlir Azərbaycandan, Türkmenistandan, Özbekistandan, İrandan, Türkiyədən. Qanun da ali değil, her şey ali demek biz de aliyiz. Biz seçip koymuşuz. Hamı bizim şotumuz orada oturuptu. Niye gelmemelidir mer buraya? Biz gece sabaha işleyirik, maşınımız da olmalıdır, öyümüz de olmalıdır. Ailemiz güzel giyinmelidir, uşağımız güzel yerde okumalıdır. Hiçbiri yoktur. Ne ki kritik Hiçbiri yoktur. Çünkü eləyə bilmirik. Ailemizin üzünü akşam yüzü qara gedirik.